Salam dəyərli dostlar, xoş gördük hər birinizi yenidən. Bildiyimiz kimi bu gün 18 may 2025-ci ildə Elm və Təhsil Nazirliyi 6-cı siniflər üçün monitorinq imtahanı təşkil etmişdi və həmin imtahanda riyaziyyat fənnindən olan sualların ətraflı izahını sizlərə təqdim edəcəm. Başlayaq suallarımıza. 51-ci sualda Cəmil dayının çiçəklərini əkdiyi düzbucaqlı formasındakı bağın eni 15 metr, uzunluğu 25 metrdir. O bağçanın enini artırmaqla kvadrat formalı etmək istəyir. Buna halda bağçanın sahəsi necə kvadrat metr artacaq? Bu tipli suallarda biz əvvəlcə mövcud bağçanın sahəsini hesablayacağıq və mövcud bağçamız düzbucaqlı olduğundan əvvəlcə biz birinci, yəni mövcud vəziyyətin sahəsini tapacağıq. Düzbucaqlının sahəsi en və uzunluğunun bir-birinə vurulmasıdır. 15-i 25-ə vuranda elədi 375 kvadrat metr. İndi bağçanın enini artırmaqla kvadrat formalı etmək istəyir. Yəni bax bu eni biz artıracağıq. Eni artıranda avtomatik bu en də bu uzuna bərabər olacaq. Onda bura 25 olacaq. Nəticə olaraq eni və uzunu bütün tərəflər 25 olan bir kvadrat alacağıq və bu halda bizim yeni bağçamızın sahəsi 25 vurulsun 25 bərabər 625 kvadrat metr eləyəcək. İndi bizə deyir ki, bu halda bağçanın sahəsi nə qədər artacaq? Nə qədər artıma baxmaq lazımdır? Əvvəlki sahəmiz 375 idi, sonraki sahəmiz 625-dir. 625-dən çıxırıq 375-i, 5-dən 5 çıxanda 0, 12-dən 7, 5, 5 onluq verdi 250. Demək, doğru cavab elədi C variantı 250 kvadrat metr. Növbəti suala baxırıq uşaqlar. X və Y düz mütənasib cəmiyyətlərdir. A üstəgəl B cəmini tapın. Burada düz mütənasiblik bizə cədvəl üzərində verilib. Bilirik ki, düz mütənasiblik cəmiyyətdə düstur Y bərabərdir K X-dir. Yəni bu Y-in X-dən nə qədər çox olduğunu göstərir burada K. Burada K-nı tapa bilərik. K bərabərdir Y bölünsün X. Bu formada da yaza bilərik. Və ya daha rahat formada baxın. Burada bu K bizim mütənasiblik əmsalıdır. Bütün hallarda görürük ki, bunların arasındakı nisbət nə qədərdir? 12-ni 3 dəfə artırmışıq, 36 eləmişik. Demək 25-i 3 dəfə artıracağıq. 25-i 3 dəfə artıranda Y nəyə bərabərdir? Dedik K-mız bir də burada 3-ə bərabərdir. K 3-dür. Necə tapdıq? Y-i X-ə bölməklə. K 3-ə bərabərdir. 3-ü 25-ə vuranda onda 1 olacaq. A 75 olacaq. İndi nəyi 3-ə vuranda 63 eləyir və ya 63-ü 3-ə böləndə elədi burada nə qədər? 21. Demək A bərabərdir 75, B bərabərdir 21. Həqiqətən də 2,4-ü 3-ə vuranda 7,2. Yəni X ilə Y-in arasında vuraq 3 var. X 3-ə vuranda Y-i verir. Düz mütənasiblik asıllıqdır. Bizdən də A üstəgəl B cəmini soruşur. 75 üstəgələk 21. 75-in də üzərinə 21 gələndə cavab elədi 96. Doğru cavab A variantı. Dostumuz hələ ki doğru yazıb. Davam edirik. Sadələşdirin. Sadələşdirin, burada mötərizənin açılması var. Uşaqlar, mötərizənin açılmasında diqqətli olmaq lazımdır. -3-ü A-ya vuranda elədi -3A. Mənfini mənfiyə vuranda demişik ki, hər zaman müsbət eləyir. Bu -3-ü bu mötərizənin daxilindəki -2B-yə vuranda mənfi ilə mənfi üstəgəl 6B. Davam edirik. Üzərinə gəlinsin. Növbəti mötərizənin qarşısında 4, 4A. Üstəgələk 4 dəfə də 5, 20B. 4A üstəgəl 20B. İndi burada biz oxşar toplananları nə edəcəyik? İslah edəcəyik. Yəni oxşar toplananları bir toplayacaq. Çıx 3A var, burada 4A var. Biri mənfi, biri müsbət. Demək bu elədi 4A-dan 3-ə çıxanda müsbət A. 6B, 20B. Bu da elədi nə qədər? 26B. A üstə gəlinsin 26B. Burada sadəcə doğru cavab elədi B variantı. Bu bizim 51-ci sualımız idi. İndi keçək. Demək 54-cü suala. Sualların yeri ola bilər dəyişib. Aha, 54-cü suala baxırıq. 54-cü sualımız diaqramla bağlı olan bir sualdır dostlar. Demək bizə deyir ki, Samir həftə ərzində ekran qarşısında keçirdiyi vaxt diaqramda təsvir olunmuşdur. Samir həftənin neçə gününü də ekran qarşısında 1 saatdan çox vaxt keçirmişdir. Burada həftənin günləri qeyd olunub gördüyümüz kimi. Burada isə itirilən vaxtlar. Baxırıq ki, bazar ertəsində 0,5 saat, yəni 30 dəqiqədir. Demək, bazar ertəsi bizə lazım deyil. Bizə deyir ki, 1 saatdan çox vaxt keçirmək. Çərşənbə axşamı 0,5 ilə 1-in arasındadır. Gördüyünüz kimi, demək bu da bizə lazım deyil. Çərşənbə günü 1 saata çatmayıb. Baxın, burada daha rahat olsun deyə sizə 1 saatın uzantısını bu formada çəkirəm. 1 saatdan yuxarı olanlar hansılardır? 1 saatdan yuxarı olanlarda görürük ki, çərşənbə gündə çatmayıb. Bizə bu keçmir buranı.
yəni diaqramın, bax bu diaqramın uç hissəsi bu xətti keçmir. Keçənlər hansılardır? Cümə axşamı günü 1 ilə 1,5-in arasındadır. Cümə günü 1,5 saatın üzərindədir. Şənbə günü 2 saatın üzərindədir. Bazar günü 1,5 ilə 2 saatın üzərində. Demək uyğun olanlar cümə axşamı, cümə, şənbə, bazar. Nəticə olaraq neçə doğru variant var? 4 dənə doğru variant var. 4 günü doğru cavab elədi müəllimlər. Dostlar, müəllimlər, şagirdlər fərqi yoxdur. Müəllimlər də baxır izahlara. Ona görə bunu qeyd elədik. Belə müraciət eləyə bilər. Növbəti suala baxırıq. Növbəti sualımız ifadələrin qiymətinin müqayisəsi bizdən soruşulur. X-in qiyməti verilib, Y-in qiyməti verilib. Uşaqlar sadəcə gətirib yerinə yazmaq lazımdır. X bərabərdir 4. A-nı gəlin tapaq buradan. Buradan yazaq. A bərabərdir. 2 vurulsun X. 2 dəfə 4, 8. Üzərinə gəlinsin Y. Y-in qiyməti də -3-dür. Mənfini də müsbətə vuranda burada çıx 3 alınacaq. 8-dən də 3 çıxanda bərabərdir 5. Demək A-nı bərabərdir biz 5 tapdıq. Keçək indi B-ni hesablamağa. B bərabərdir 3x minus y. X-in qiyməti 4-dür. 3 dəfə 4, 12. Çıxılsın Y-in qiyməti -3-dür. Çıx -3. Bu da mənfi müsbət eləyir. 12 üstə gələ 3 bərabərdir 15-ə. Demək B bərabərdir 15. C-yə baxırıq. C bərabərdir x vurulsun y-ə. 4 vurulsun -3. 4 də -3 vuranda -12. Demək C də bərabərdir -12. İndi bizdən bunların müqayisəsini soruşur. Müqayisədə bilirik ki, mənfi ədəd hər zaman kiçik olur. Ona görə C kiçik olacaq A-dan, A da kiçik olacaq B-dən. Doğru cavab A variantı. Bu nədə 9 üzərində də yazıb hesablaya. Yəni nədə 9 üzərində də görsəniz, baxın, belə bir ədəd oxu çəkək. 0 bu tərəf sağ tərəfi müsbət, sol tərəf mənfini göstərir. -12 buradadır, 5 buradadır, 15 də buradadır. Gördünüz? Ədəd oxunu da soldan sağa keçdikcə nə dedilər? Böyüyür. Növbəti 56-cı suala baxırıq. Şəkildə yarım çevrə eni 5 sm olan düzbucaqlının tərəflərinə toxunur. Buna görə yarım çevrənin diametri nə qədərdir? Baxaq. Biz bilirik ki, yarım çevrədirsə, uşaqlar, bax buradan bura qədər. Bu nə adlanır? Bax buradan bura qədər bunun yarım çevrənin radiusudur. Belə deyək. Buradan bura qədər də bir radiusdur da, bir radius. Və bu radius bu düzbucaqlının eninə söykəndiyindən onda biz deyə bilərik ki, bunun eni 5 sm-dirsə, radiusu da 5 sm-dir. Başqa cürdə bu yarım çevrənin diametri nəyə bərabərdir? Bu düzbucaqlının uzunluğuna bərabərdir. Radius bura 5-dirsə, bura da 5-dir. Onda diametrdə bilirik ki, 2 radiusa bərabərdir. Diametr bərabərdir 10. Bizdən yarım çevrənin diametrini soruşur. Yarım çevrənin diametri bərabərdir 10 variantı. Bax, bir də təkrar edirəm. Bu 5 sm, eni 5 sm-dirsə, bu çevrənin, yarım çevrənin radiusu da 5-dir. Çünki bax, buradan bura qədər 5-dir. Bunu vizual olaraq görə bilirik. Diametr isə bunun 2 misli olacaq. Cavab eləyəcək 10D variantı. Sonra bu 56-cı sual idi. 57-ci sual. 57-ci sualda düzbucaqlı formasındakı bağçanın eni 18 metr, uzunluğu 24 metrdir. Baxaq. Bu bağçamızdır. Bunun eni 18 metr, uzunluğu 24 metrdir. Bu bağçanın ətrafına bərabər aralıqla bağçanın hər 4 küncünü ağac əkmək şərtilə burada ağac əkiləcək. Bir növ ağac aralıq bölməsinə aid olan bir sualdır. Ən az neçə ağac əkilə bilər? Bu tipli suallarda uşaqlar biz nə edirik? Əvvəlcə bu bağçamızın perimetrini tapırıq. Perimetri tapacaq. B bərabərdir 2 vurulsun 24 üstə gələk 18. 24 ilə 18 42 elədi. 42-ni 2-yə vurduq elədi 84 metr. Bizim demək bağçamızın ətrafı 84 metrdir. İndi ən az ağac əkmək, bax bu şərti necə başa düşərik? Ən az ağac əkmək üçün bu ağacların arası, künclər də daxil olmaqla, ən çox olmalıdır. Ara ən çox. Bəs aranı ən çox necə götürməliyik və bərabər aralıqlarla olmalıdır. Demək bu ağacın aralığı elə olmalıdır ki, həm 24 həm də 18 həmin ədədə bölünsün. Başqa cür deyə bilərik ki, biz 24 və 18-in əbobunu tapmalıyıq. Əbob 18, 24. Əbob 18 ilə 24. Əbob 18 ilə 24-də bölünən ədəd neçədir? Baxırıq ki, hər ikisinin əbobu 6-dır. 6. O zaman 84-ü böləcəyik 6-ya. 84-ü də 6-ya böləndə cavab eləyəcək nə qədər? Cavab eləyəcək 14 ağac. İndi bu qapalı fiqur olduğuna görə
biz deyə bilərik ki, 14 ağac 14 ara, bəzən müəllimlər burada deyir ki, ağac aralıq bir vahid fərqli olur. Məsələn, düz yolda 5 ağac əkmişiksə, bunun 4 arası var. Amma qapalı fiqurlarda ağac sayı ara sayına bərabərdir. Demək, ara 6 metr olmalıdır. Burada 18-in 24-ün bölündüyü ən böyük ədəd 6-dır. Perimetri 6-ya böldük. Demək, 14 metr aramız var. 14 dənə aramız var. 14 dənə aramız varsa 14 dənə də ağacımız var. Doğru cavab burada elədir. C variantı. Növbəti baxırıq 58-ci sualımıza. Zeynəb kitab oxumağa başladı. O birinci gün kitabın 40 səhifəsini, ikinci gündən başlayaraq növbəti günlər hər gün 14 səhifə oxudu. Aşağıdakı riyazi ifadələrdən hansı Zeynəbin x gün sonra oxuduğu səhifənin sayını ifadə edir? Diqqət edəcəyimiz məqam burada hansıdır? Birinci gün müəllimlər, Zeynəb 40 səhifə oxuyubsa, qeyd edirəm 40. Üstə gələk. Mənə burada deyir ki, ümumilikdə aşağıdakı riyaziyyatın Zeynəbin x gün sonra. Bu birinci gündən sonra x gün demir. Ümumilikdə bu x gün nəzərdə tutulub. Məsələdə hər halda bu da biraz qeyd olunmalıdır hardasa. Ümumi x gündürsə, biz bunun birinci gününü 40 səhifə oxumuşuq. Geriyə neçə gün qalıb? X minus 1. Və x minus 1 gün isə hər birində isə 14 səhifə oxuyur. 14 vurulsun x minus 1. Bax, diqqət belə bu formadadır. Burada indi 40 üstə gəl 14x düşünən şagirdlər belə olsaydı, sonraki x günün hər birində, amma burada deyir ki, aşağıdakı riyazi ifadələrdən hansı Zeynəbin x gün sonra oxuduğu səhifələrin sayını göstərir. Yəni ümumilikdə Zeynəb x gündən sonra bu kitabda nə qədər səhifə oxuyur? Birinci gün 40 səhifə oxuyur, ikinci gündən başlayır, növbəti günlərin hər birində də 14 səhifə oxuyur. Yəni məsələn 10 gün varsa bunun birini 40 səhifə oxuyubsa, geriyə 9 səhifə gün qalıb, 9-un hər birində 14 oxuyur. Belə bir cavab da 40 üstə gəl 14 vurulsun x minus 1 ən uyğun cavabdır. Burada cavab gəlir D variantı. Növbəti sualımız 59-cu suala baxırıq. 59-cu sualda iki velosipedçi ayrı-ayrı şəkildə təsvir olunan dairəvi yolla hərəkət edirlər. Bu iki dairə mərkəzləri arasındakı məsafə 75 metrdir. Birinci yolun radiusu 30 metr. Bax, birinci yolun buradan bura, birinci yol burada, birinci yol buradır. Birinci yolun radiusu 30 metrdir. İkinci yolun radiusu 20 metrdir. İkinci yolun radiusu 20 metrdir. 20 metr. Burada 30 metr. İndi 30 metr, 20 metr. Onda, bax, bu burada ümumi 75 metr göstərilir mərkəzlər arasında. Onda buradan bura qədər olan məsafə nədir? 20 ilə 30'u toplayaraq 50 eləyər. Demək, bu ortaya da qalar 25 metr. Doğru da, bax, burada mərkəzlər arasında. Demək, bu iki çevrənin də bax, buraları arasındakı məsafə 25 metrdir. İndi bizə deyək ki, buna görə aşağıdakılardan hansı doğru? İki velosipedçi ən azı bir-birinə 20 metr məsafəyə qədər yaxınlaşa bilərlər. Yəni, bunlar da velosipedçilər çevrə üzrə, çevrə boyunca, dairə boyunca hərəkət edir. Burada ən yaxşı halda bunların bir-birinə ən yaxınlaşma halı hansı olar? Bu gələr, bax, bu çevrə dairə bura gələr. Bax, bura bu formada bura gələr. Bu da bura gələr. Bunların ən bir-birinə yaxın olacağı vəziyyət budur. Və bunların arasındakı ən az məsafə 25 olar. Amma burada 20 yazılıb. Çünki burada 30, 25, 55, 75 eləyir. Burada ən az 20 metr məsafə qədər yaxınlaşa bilərlər. Demək, bu səhvdir. Ən az 25 metr yaxınlaşa bilərlər. Sonra B variantına baxırıq. İki velosipedçi arasındakı məsafə 10 metr ola bilər. 10 metr olma ehtimalı burada qeyri-mümkündür. Dedik, ən az 10'dur. 25'dir, səhvdir. İki velosipedçi bir-birindən ən çox 125 metr uzaqlaşa bilərlər. Bir-birindən ən çox 125 metr uzaqlaşmağı necə başa düşərik? Bax, bu velosipedçi gələr, burada dayanır. Bax, burada dayanır, buranı silirəm. Burada dayanır. Bu velosipedçi də gələr, burada dayanır. Bunların bir-birindən ən uzaq məsafə uzaqlaşdığı budur. Onda bunun buradan burada radiusu 20 metrdir. Buradan da bura radiusu 30 metrdir. Nəticə olaraq bunun diametri 60 metr. Bunun diametri 40 metr. Bu ortada 25'dir. 60 üstə gələk 40 üstə gələk 25. O zaman cavab eləyəcək 100, 125. Ən çox 125 uzaqlaşa bilərlər. Doğru cavab C-dir. Yəni ən uzaq məsafə bunun burada dayanmağı, bunun burada dayanmağıdır. Bunların da bu formada dayanmağı iki dənə çevrənin, dairənin diametri məsafəsi qədər, bir də ortadakı məsafə qədər olur. D variantına baxırıq. İki velosipedçi arasındakı məsafə 140 metr ola bilər. 140 metr tutaq ki, bu burada olub,
Bu biri dairə burada olsa 20 ilə 20 40. 40'ın üzərinə 25 gəndə 85 olar. Sonra bu gəlib burada dayansa 60. 60 ilə 25 bu da 85. Yox, heç bir halda 140'ı biz burada ala bilmirik. Cavab elədi C variantı. Maraqlı sualda sadəcə diqqətli analiz eləmək lazım idi. Sonra baxırıq növbəti. Kvadrat formalı zərfin bir üzünün sahəsi 100 kvadrat santimetrdir. Bu zərfə yerləşən diskin sahəsi ən çox neçə kvadrat santimetr ola bilər? Bu bizim kvadratımızdır. Kvadratın sahəsi 100 kvadrat santimetrdirsə tərəfi nə qədərdir? 10 santimetr. İndi 10 santimetr. Bizə deyir ki, bu zərfə yerləşən diskin sahəsi ən çox nə qədər olar? Onda belə çıxır ki, bu disk bu kvadratın bu tərəflərini toxunur. Yəni bütün bu çevrənin kənarlarına toxunur. Bu da onda belə sayılır ki, kvadratın daxilinə çəkilmiş çevrə adlanacaq. Kvadratın daxilinə də çevrə çəkəndə biz bilirik ki, bu kvadratın tərəfi çevrənin diametrinə bərabər olur. Tərəf 10'dursa, demək diametr də 10'dursa, radius da 5 santimetrdir. Onda deyə bilərik ki, radius bərabərdir 5 santimetr. İndi bizə deyir ki, diskin sahəsi ən çox neçə kvadrat santimetr olur? Diskin sahəsi dairənin sahəsi deməkdir. Bu da sahə də bərabər olacaq pi r kvadratına. Dairənin sahəsini biz bilirik. R-i 5 tapmışıq. 5'in kvadratı elədi 25. Pinin də qiyməti 3,14'dür. Burada təqribən yuvarlaqlaşdırıb bizə 3 veriblər. 25'i 3'ə vuranda elədi 75. Doğru cavab elədi D variantı. Yəni bax burada buna diqqət eləmək lazımdır. Yəni bu sualın məntiqi ondan ibarət idi ki, kvadratın daxilinə çevrə çəkəndə o çevrə kvadratın tərəflərinə söykənir. Bu maksimum bu ola bilər ən çox. Növbəti 61-ci sual. Gülzar xanım 5 nəfərlik ailəsinin bir həftəlik meyvə ehtiyacı üçün bazardan müxtəlif meyvələr aldı. Onun aldığı meyvələrin miqdarları və qiymətləri haqqında aşağıdakı məlumatlar verilmişdir. 3 kiloqram alma hər biri 1 %20 azen, 2 kiloqram mandarin kiloqram 1 manat 50 qəpik, 2 kiloqram portağal 1,60, armud 1,80, kivi 2,90. Bir ailədə adam başına düşən bir həftəlik meyvə xərcinin orta hesabla neçə manatdır? Biz burada nə edəcəyik? Çox rahat bunları ümumi pulları hesablayacağıq. 3 kiloqram almalı və 1 kiloqramı 1 manat 20 qəpik. 3'ü vuracağıq 1,20'yə. 3'ü 1,20'yə vuranda elədi 3 manat 60 qəpik. Bunu qeyd elədik. Mandalinin ümumi qiymətini hesablayaq. 2 kiloqram mandalindir və bu 1 manat 50 qəpikdən alıb. 2'ni 1,50'yə vuranda 2 dəfə 1, 2, 3 manat elədi bu 3 manat. Portağalı hesablayaq uşaqlar. 2 kiloqram portağaldır, kiloqram 1,60, 1,60. Bu da bərabər elədi 3,20. Sonra armudu hesablayaq. Armuddan elə 1 kiloqram alıb 1 vurulsun 1,80. 1 vurulsun 1,80. Bu da bərabər elədi elə 1,80. Kivini hesablayaq. Kividə də 1 vurulsun 2,90 bərabər elədi 2,90. İndi bu pulları hesablayaq. Görək pullar nə qədərdir? 363. Bunlar hamısını qəpiyə də çevirib eləmək olar. 363, 320, 180, 290. Hamısını toplayanda, uşaqlar artıqları toplaya bilirsiniz. Eləyəcək 14 manat 50 qəpik. Baxın, 6 manat 60 qəpik, 9 manat 80 qəpik, 9 ilə 1 10 manat 160 qəpik, o da 11 manat 60 qəpik. 11 ilə 2 13 manat 150, 13 manatdan 150 14 manat 50 qəpik. Bunu tapdıq. İndi ümumi 14 manat 50 qəpik pul verilib. Adam başına düşən bir həftəlik meyvə ehtiyacının xərci orta hesabla neçə manatdır? Neçə nəfərdən söhbət gedir? 5 nəfərdən söhbət gedir. 14,50-ni də böləcəyik nəyə? 5-ə. 14,50-ni də 5-ə böləndə cavabımız eləyəcək. Nə qədər eləyir? 14'ü bu formada bölsək cavab eləyər 2,9 manat. Doğru cavab elədi C variantı. C variantı. Yaxşı. Növbəti tənliyi həll edin. Tənliyi həll edəndə 2-ni vurub açacağıq. 2 vurulsun x 2x elədi. Çıxılsın 10. Üstə gələk 7 bərabər 14. Buradan 2x çıx 10 üstə gəl 7-ni birbaşa çıx 3 bərabər 14 də yaza bilərik. Buradan da 2x bərabərdir. 3 bu bir tərəfə keçər.
demək olar 3 o tərəfə keçəcək, eləyəcək 17. X də bərabər 17-ni 2-yə böləndə 8,5. Və ya birbaşa 7-ni də keçirdə bilərik, sonra aça bilərik. Heç bir problem yoxdur. Cavab elədi burada B variantı. Ədəd oxunda 72,53 onluq kəsiri hansı natural ədədə yaxındır? 72,53-ü hansı natural ədədə yaxın olmaq o deməkdir ki, tama qədər yuvarlaqlaşdırmaq deməkdir. Yəni tama qədər biz bunu təkliyə qədər yuvarlaqlaşdıracağıq, belə deyək. 2-dən sonra gələn rəqəm 5-dir. Artım baş verəcək, bəli, baş verəcək. Olacaq 73. Qalanları da 0-la qalır, onun da mənası yoxdur. Yəni 73 elədir. Ədəd oxunda da çəksək bunu. Bax 72 buradır. Uşaqlar 73 buradır. 72,53. Təsəvvürlə bunu 100 yerə bölmüşük. Bax bu 53, 50 bura düşür də. 53 bu bir tərəfə keçəndə 73-ə yaxın olacaq da. 72-yə yox, 73-ə. Yəni yuvarlaqlaşdırmadır. Demək, bu 63-cü sual idi. 64-cü suala baxırıq. Aha. Biraz burada. 64-cü sual. 2012-ci ildə bir mağazalar şəbəkəsinin 7 filialı var idi. Və bundan sonraki hər il 4 yeni filial açıldı. Digər mağazalar şəbəkəsinin isə eyni il 13 filialı var idi və bundan sonra hər il 2 yeni filial açıldı. 2012-ci ildən etibarən neçə il keçsə bu şəbəkənin eyni sayda filialı eyni oldu. Aşağıdakılardan hansı məsələnin həlli üçün uyğundur? Başlayaq. Burada biz demişik ki, neçə il, neçə faiz, neçə dəfə deyəndə həmişə x götürəcək və burada da bizdən onsuz da tənliyi soruşur. 2012-ci ildə bir mağazalar şəbəkəsinin 7 filialı var idi. Aha, bu da artıq sağa sola keçir PDF. Onda burada demək 7 filial var idi. Neçə il sonra deyir? Məsələn, tutaq ki, özümüzdən bir il deyək. Məsələn, 5 ildən sonra bu nə qədər olacaq? 7 üstə gəl, hər il yeni 4 filial açılırsa 5 dəfə 4 20 eləyər. 3 il keçsə 3 dəfə 4 12 eləyər. Yəni, keçən ilin sayı bir ildə açılan filialın sayına vurulub üzərinə gələcək. Mövcud filialın sayının üzərinə. Onda 7 üstə gələk. X il keçib və hər il 4 yeni filial açılır. Üstə gəl 4x. Digər mağazalar şəbəkəsinin eyni il 13 filialı var idi. Burada 13 filial var idi. Bundan sonra hər il 2 yeni filial açılır. 2012-ci ildən etibarən neçə il sonra bu iki şəbəkənin filial sayı? X il sonra bu 13 filial olan şəbəkədə nə qədər olacaq? Üstə gəl 2x. Bu da bərabərdir. Yəni 7 üstə gəl 4x bərabərdir. 13 üstə gələ 2x. Lap burada məsələn tənliyi həll eləsə 2x bərabər 6 eləyər. X də bərabər 3. Həqiqətən də 3 dəfə 4 12 19, 3-dən 2 6 19. Demək 3 ildən sonra. Amma bizdən bunun tənliyini soruşur. Tənlik A variantıdır. 65. Lalə lövhədə qeyd olunan ədədi 201-ə vurmalı idi. Lakin o sıfırı unudaraq hesablamada 201 əvəzinə 21 yazdı və nəticədə 378 aldı. Tutaq ki, Lalə hansı nəticəni almalı idi? Qeyd olunan ədədi biz bilirik. Yox, x götürəcəyik. 201-ə vurmalı idi. Yəni belə bir şərt var idi. Amma yadından çıxır. 201 əvəzinə 21 yazır. X vurulsun 21 bərabərdir 378. Buradan da x bərabərdir 378-i 21-ə bölək. Görək nə qədər alınır? 1 dəfə 21 6 16 168 gəldi. 168 də 21-ə böləndə 8 dəfə. Demək x bərabər 18-dir. Bizə deyir ki, Lalə hansı nəticəni almalı idi? X-i biz 18 tapdıq. Demək 18-i 21-ə yox, 201-ə vurmalıymışıq. 201 vurulsun neçə? 18. 201 vurulsun 18. 201-i də 18-ə vuranda bunu alt-alta vurarsınız. Nə qədər alınır? 201 vurulsun 18. 3618. Ümid edirəm düz yazdıq. Hə, düzdür. 3618 doğru cavab elədi D variantı. 66-cı sual. Vüqar 5 manat pul xərcləsə, onun qalan pulu 9 manatdan çox, 12 manatdan az olacaq. Vüqarın Y manat pulu varsa, 5 manat xərclədikdən sonra 5 manat xərclədikdən sonra qalan pul üçün uyğun olan bərabərsizliyi yazın. Y manat pulu var,
5 manat xərclədi. Pul xərcləmək nə deməkdir? Çıxırsan. Və xərclədikdən sonra 9 manatdan çox böyükdür 9-dan, kiçikdir 12-dən. Yəni böyükdür 2 qat bərabərsizlik yazırıq və əslində bunu sadələşdirib y hər tərəfinə 5 əlavə eləsək böyükdür 14-dən, kiçikdir 17-dən də yazılmayıb, elə bu yazılıb. Sadələşdirilməmiş verib olsun. Yəni cavab A variantı. Sonra 2 düzbucaqlı verilib 67-ci sualda. Ortaq hissəyə malik ölçüləri 8, 10 və 12, 9 olan düzbucaqlar təsvir olunub. Yəni bu 2 dənə düzbucaqlıdır və bunlar bir hissədə kəsişir. Açıq boz rəngli hissənin sayəsi 93-dür qeyd olunub. Tünd boz hissəni, yəni bu qara da deyə bilərik. Burada şəkildə belə düşüb. Bunun sahəsini bizdən soruşur. Baxın, demək olar, bunun sahəsini hesablayaq. Bunun sahəsi nə qədər eləyir? 12 vurulsun 9 bərabərdir 108. Demək 12-ni vurduq 9-a 108 elədi. Amma burada 93 şəkildə qeyd olunduğu kimi bu boz sahə verilib də, açıq boz sahə. Onda bu ağ hissəni, buranın sahəsi nəyə bərabər olacaq? Bu qırmızıladığım. 108-dən çıxıram 93-ü, bərabər 15 qaldı. İndi bərabər 15 qaldı. Növbəti bunun sahəsini tapaq. Bax, indi bu düzbucaqlının sahəsini tapıram. Bunun ümumi sahəsi 8 vurulsun 10 bərabərdir 80-dir. Amma buradan da bu qırmızıladığım hissənin sahəsini çıxsam, 80-dən çıxaram 15-i, bərabər olur 65. Demək bu hissə, bax bu hissə nəyə bərabərdir? 65-ə. Doğru cavab D variantı. Sonra 68-ə baxırıq. Uşaqlar. Gəmiyə hər birinin çəkisi 2 ton olan metal bloklar yüklənmişdir. Yüksüz gəmi 50 tondur. Təlimata əsasən gəminin suyun üzərində qala bilməsi üçün yüklə birlikdə ümumi ağırlığı 75 tondan az olmalıdır. Bunu aşağıdakı bərabərsizliklərdən hansı ilə ifadə etmək olar? Buradakı X gəmiyə yüklənən metal blokların sayını göstərir. Demək 2 tondur metal bloklar və yüksüz gəmi də 50 tondur. İndi bizə qeyd olunur ki, ümumi ağırlığı 75 tondan az olmalıdır. Nə qədər metal bloklar yüklənmişik? Bu metal blokları bilmirik. Tutaq ki, X sayda metal bloklar yüklənmişik və bunun birinin çəkisi 2 tondursa, ümumi çəki nə qədər olmalıdır? 2x. Ümumi çəki 2x oldu. Və gəminin öz kütləsi nə qədərdir? Xalis kütləsi 50 ton. 50 tonun üzərinə bu 2x-i gəlməliyik. Amma diqqət edəcəyimiz məqam nədir? Gəminin suyun üzərində qala bilməsi üçün yüklə birlikdə ümumi ağırlığı 75 tondan az olmalıdır. Demək, çox rahat. 50 üstə gələk 2x kiçikdir 75 ton. Burada qeyd olunub X blokların sayıdır. Burada çıxmağa ehtiyac yoxdur. 50-nin mövcud çəki var. Üzərinə 2x gəlir, kiçikdir 75. Yəni 75-dən yuxarı olmamalı. 75-dən yuxarı olsa artıq gəmi batar. Doğru cavab elədi. D variantı. 69-cu sual. Aşağıdakılardan hansı iki düz xəttin kəsişməsindən alınan bucaqların ölçüləri ola bilər? Tutaq ki, iki düz xəttin kəsişməsindən, bax, bu formada kəsişdirək bunları. Alınan bucaqlar hansılardır? Burada da qeyd olunub. Özləri şəkili bizə veriblər. 1, 2, 3, 4. Burada qarşılıqlı və qonşu bucaqlar alınır. Demək, elə bir bucaqlar alınmalıdır ki, bax, burada tutaq ki, bucaq birindən bucaq uç alınıb, qeyd olunub, bucaq birindən bucaq uç. Bu kör bucaqdır. 2 dənə kör bucaq olmalıdır. 2 dənə də iti bucaq olmalıdır bu formada. Və cavab variantlarına baxanda bunu biz ancaq C variantında görə bilirik. Bütövi də 360 dərəcəsində bunları toplasaq, bəlkə də 360 olan yoxdur, 360 ola da bilər. Amma hamısının 360 olmasa da bizə əsas vermir. Demək, burada 2 dənə eyni bərabərli olmalıdır. Burada bucaq 1 bərabər olmalıdır bucaq 3-ə, çünki qarşılıqlı bucaqlardır. Bucaq 2 bərabər olmalıdır bucaq 4-ə. Demək, cüt 2 dənə bərabərlik olmalıdır. Məsələn, burada hamısı bir-birindən fərqli də olmaz. 25, 150 eləyir. Amma bu əslində fikirləşərsiniz ki, 2 eynilik var. Amma ödəmir. Niyə ödəmir? Çünki məsələn, iti bucaq 25 olsa, bura 150 olsa, bunların hamısının cəmi heç gəlib 360 eləmir, axı cəm 350 eləyir. Demək, bu səhvdir. Burada ümumiyyətlə D variantı olmaz. Gəlir ən uyğun cavab C variantıdır. Bax, demək onda bu iti bucaqlar 40 dərəcəymiş. Baxın, 40 dərəcəymiş. Bura 140 dərəcəymiş. Bütövi 180, bura 140, burada 40. Həm qarşı, həm də qonşu bucaqlar alınır. Gəldi indi 70-ci suala baxaq. Biz 69-cu sualı
Bizə qeyd olunub ki, aşağıdakı fiqurların hansının 4 simmetri oxu var. İndi biz bunu gözə yarı kvadrat deyib gedə bilərik, amma fiqurların simmetri oxu olması üçün müəllimlər, bunlar qeyd olunmalıdır, yazılmalıdır. Məsələn, kvadratdırsa, müəllim kvadrata oxşuyur, riyaziyyat oxşuyurla həll olunmamalıdır da. Burada indi məsələn, birinci fiqura kvadrat kimi baxsaq, burada qeyd olunub. Kvadratın 4 simmetri oxu var. Bax, biz bunu yuxarıdan aşağıya kəssək. Simmetri nə deməkdir? Kəpənəyi məsələn, ortadan qatlananda üst-üstə düşür, o deməkdir. Dəftəri ortadan qatlayanda üst-üstə düşür. Bu yuxarıdan aşağı, bu formada. Bir də bunu simmetri oxu olaraq bax belə qatdalaya bilərik. Baxın uşaqlar, bu formada qatdalayanda üst-üstə düşür, bir də yuxarıdan aşağı. Demək, A variantı olan cavablar C ilə D çıxdı. İndi qalır A ilə D1-də B isə. B-də simmetri oxu ümumiyyətlə heç burada biz hələ bu göstərilmir ki, bərabər tərəflidir, bərabər yanlıdır. Bunu biz qatdalasaq, bax bu tutaq ki, buradan kəssək. Burada düşə bilər üst-üstə. Bax, buradan sola doğru, bu bunun üzərinə düşər, bu da bunun üzərinə düşər. Sonra bu digər formada biz qatdalaya bilmirik. Elə bir dənə simmetri oxu var. Burada C variantına baxsaq, C variantında yuxarıdan aşağıya bunu bir çəksək, bu yarım dairə ilə bir çeviri düşür bu birinin üzərinə, doğru olar. Sonra bunu yuxarıdan aşağıya qatdalasaq, simmetriya düşə bilər. Bu formada simmetriya ola bilər. Bu formada simmetriya ola bilməz. Baxaq görək. Bax, bu formada biz bunu simmetri olaraq qatdalaya bilərik. Yox, aləm deyəcək bir-birinə. Burada qatdalamaq olmaz. Demək, yuxarıdan aşağıdır. İndi bir də var D variantında. D variantında da bunu buradan yuxarıdan aşağıya simmetri olaraq qatdalaya bilərik. Buradan soldan sağa. Bir də bu formada simmetri olaraq qatdalaya bilərik. Bax, bura gəlib buranın üzərinə düşəcək. Sonra bura gəlib buranın üzərinə düşəcək. 4 dənə simmetri. Elə doğru cavab A ilə D-dir burada. İndi gəldik açıq suallara, müəllimlər. Bir bağban planına əsasən əlindəki məftil toru istifadə edərək tərəfi 12 metr olan bərabər tərəfli üçbucaq. Bərabər tərəfli üçbucaq nədir? Bərabər tərəfli üçbucaq tərəfi 12-dir. Bütün tərəflər bərabərdir. Hasar çəkə bilər. Daha sonra bağban fikrini dəyişərək bağçanın kvadrat formalı olmasına qərar verir. O zaman bu məftilin uzunluğu nə qədər olur? Bu zaman məftilin uzunluğu 12 vurulsun 3 bərabər 36 metr elədir. İndi sonradan buradan kvadrat çəkmək istəyir. Kvadrat çəkəndə 36-nı biz 4 yerə böləcəyik. Bərabər eləyəcək 9. 9. Kvadrat formalı bağçanın sahəsi nə qədər olur? 9 dəfə 9, 81. Yəni, birinci biz üçbucağın tərəflərini istifadə edib perimetri tapırıq. Sonra kvadratın tərəfi və sonra da kvadratın sahəsi 9 dəfə 9, 81 eləyir. Burada cavab 81-dir. 72. 48 paraqrafda 2 sütunlu diaqramda 4 il ərzində bir musiqi məktəbində təhsil alan şagirdlərin sayı haqqında məlumat təsvir edilmişdir. 2021-ci ildə bu musiqi məktəbindəki oğlanların sayı, 2021-ci ildə bu musiqi məktəbindəki oğlanların sayı nə qədərdir? 2021. Oğlanların sayı, burada bu fərqli rənglə göstərilib də, bu yaşıldır, göylə 70. 70 nəfər. 2020-də qızların sayı 30-dur. Oğlanların sayı 2023-cü ildəki musiqi məktəbindəki qızların sayı 2023-cü ildəki musiqi məktəbindəki qızlar hardadır? Burada qızlar bax bu qırmızı deyək də bu rəngdən. 50. Burada yazıram 50-dən. Neçə nəfər çoxdur? 70-50-dən nə qədər çoxdur? 70 çıxılsın 50 bərabər 20. Yəni burada qeyri-adi bir şey yoxdur. Baxın, bir də təkrar 2023-də 50-dir. Ola bilər hansısa bir deyirəm ki, rəqəm səhv eləməyək. 2021-ci ildə isə musiqi olanların sayı 70. Bu qədər. 70-dən 20-ni çıxırıq sadəcə olaraq. 73. Bir yarışda, bilik yarışında iştirak edən 48 şagirddən 12-si yarım final mərhələsinə vəsiqə qazanmışdır. Yarışda iştirak edən şagirdlərin neçə faizi yarım finalda iştirak edir? 48 şagirddən 12-si yarım finalda vəsiqə qazanıbsa, neçəsi yarım finalda iştirak edir? Demək, biz tapmalıyıq ki, 48, 12, 48-in neçə faizidir? Bunu tənasüblə də yaza bilərik. 48, 100%, 12 sansı ki, dostumuz yazıb, düzdə yazıb. Amma daha rahat, məsələn, 12, 48-in neçə faizidir? 12 bölünsün 48 vurulsun 100. 12, 12-yə 1, bu da 4, 100-ü 4-ə böləndə 25%. Yadda saxlayın uşaqlar. Bir ədəd digər ədədin neçə faizidir deyəndə hər zaman birincini ikinciyə bölün, 100-ə vurun. Müsabiqədə iştirak etmiş şagirdlərin fənlər üzrə faiz göstəricisi diaqramda təsvir edilmişdir. Bu müsabiqədə təbiət fənni üzrə 28 şagird iştirak etdiyinə görə riyaziyyat fəndə neçə faiz? İndi burada diaqram yaxşı görsənmir, amma baxaq. Riyaziyyatı bura, bax, bu xarici dil 28%dir, yazılıb. Bura təbiətdir, 14%dir. Sonra tarix 33%dir.
Riyaziyyatın faizini verməyib biz özümüz tapa bilərik. Riyaziyyatın faizini necə tapa bilərik? 28 14-ü toplayaraq 28 üstəgəl 14 üstəgəl 33. Bilirik ki, bütövi 100%-dir. Toplasaq 4 3 7 15 bir yadda 2 1 3 6 bir də yadda 75%. 100-dən də 75 çıxanda 25%. Demək bu 25%. Riyaziyyat 25%. İndi bu müsabiqə fəndi təbiət fənni üzrə 28 şagird. Təbiət fənninin faizi nə qədərdir? 14%. Və şagird sayı nə qədərdir? 28. Demək 28 şagird 14%-ə uyğundursa, riyaziyyat fənnindən neçə şagird? Neçə şagird 28 25%-ə uyğundur? 25%. Çarpaz formada uşaqlar həll eləsək 14x bərabər 28 vurulsun 25. 14 14-də 50 nəfər. Çox rahat. Baxın bax bu formada. Demək 14% 28 şagird isə bizdən ümumi 25% soruşur. 25%imiz də elədi 50 nəfər. 75. Qrafikdə dağın hündürlüyü və gölün dərinliyi təsvir edilmişdir. Gölün ən dərin yeri ilə dağın ən zirvəsi arasındakı neçə metr hündürlük fərqi vardır. Gölün dərin yeri bura göstərilib. Gölün yaratdığı ən dərin yer oxunur. Mənfi 300 metrdir. Mənfi 300 metrdir. Dağın zirvəsi isə hardadır? Dağın zirvəsi 500 metrdir. İndi bizə deyir ki, bunlar arasındakı məsafə nə qədər hündürlük fərqi var. Hündürlük fərqi nədir? Biz 500-dən çıxacağıq. Bax bunun 300-ünü fərqi çıxacaq. 500 çıxılsın mənfi 300-də toplama olacaq. Eləyəcək 800. Doğru cavab 800. Və deyə bilərik ki, buradan bura. Biz bu məsafəni yuvarlaq götürəcək. 500-dürsə, buradan bura da 300-dür. Toplasaq yenə də 800 eləyər. Bu qədər uşaqlar. Hamı videonun rəy bölməsində neçə səhv, neçə düz və ümumiyyətlə necə işlədiyini qeyd eləyər. Kanala abunə olub paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzulayıram.